və yazır ki, Bəli. Kəmalə xanım, mən uşaqlar evində böyümüşəm. Ən böyük arzum toyuma sizin gəlməyinizdir. Hı -hı. Sizdən xahiş etsəm, ödənişsiz toyuma gəlib mahnı ifa edə bilərsinizmi? Zaten Kəmalə Günəşli bugünkü gündə kimsə sizlər evindən, məsəl üçün kimsə toy eləyirlər və yaxud da razı ailələridir, şahid ailələridir. Zaten təmənnasız iştirak edirəm. Yəni bunu bilənlər bilir həqiqətən də. Yəni edərəm. Onsuz da normalda etdiyim bir şeydir bu. Yəni edirəm bunu. Eləyərəm də, həmişə eləmişəm, eləyəcəm. Böyük məmnuniyyətlə. Sadəcə bir ay qabaq yazılmaq lazımdır. Baxın əziz dostum. Niyə eləmirəm ki? Elə biz eləməliyik də. Biz sizə dəstək olmalıyıq. Yəni biz hər tərəfli, yəni nə lazımdırsa, mən ona toy hədiyyəsi də eləyərəm. Toyda ki, təmənnasız da iştirak eləyərəm. Ora ayrı cür gedərəm mən. Gedərəm, böyük məmnuniyyətlə.